Dəyişdirilmə yoxdur. Alınan mal geri qaytarılmır. Bəzi geyim mağazalarının sosial şəbəkə hesablarında bu cür xəbərdar edici yazıları görmək mümkündür. Belə hallar xüsusilə ziyafət geyimləri və ayaqqabı satış səhifələrində müşahidə olunur. Sözügedən səhifələrdən bir neçəsi ilə əlaqə yaratmağa çalışdıq. Mağaza nümayəndələri bildirdilər ki, alınan malın dəyişdirilməsi bəzən mümkün olsa da, qaytarılma ümumiyyətlə etmirlər. Özlərinə məxsus səbəbləri olduğunu dedilər. Qaytarma necədir qadası? Bax, kilo boyla veririk. Razmer problemi olursa dəyişmək olur. Aparıb elə müştəri var ki, geyinir, sabahsı günü zəng eləyir ki, bunu istəmirəm. Bax, elə başıma gəlib də. Modellər sifarişlə hazırlanır. Boy çəki ilə ölçü dəqiqləşir. Əgər yəni böyük balaca olarsa, bəli, dəyişmək olar, amma qaytarılmaq etmir. Elə paytaxt sakinləri də bu kimi hallar ilə qarşılaşdıqlarını bildirirlər. Mağazalar geyimin istifadə ediləcəyini düşündükləri üçün qaytarılma etmirlər. Demək olar ki, 70-80%-də eyni sözlər yazılır. Yazılır ki, qaytarılma, dəyişdirilmə yoxdur. Bəzilərində bonus olaraq bəlkə dəyişdirilmə, yəni razmer belə ola bilər, amma başqa hamısını demək olar ki, eyni şərtlərləndir. Yəqin nəsə problemləri var da. Necə şey ola bilər ki, qaytarılma yoxdur? Niyə yoxdur ki? Hansı geyimlərdə daha çox görünür? Ziyafət geyimlərində, ümumiyyətlə ayaqqabılarda çox insan geyinir, daha sonra qaytarılma eləyir, məsələn, ona görə ola bilər. Məsələn, mənim bir dostum var, geyinir, sonra aparır, qaytarır, başqa geyim alır, yenə aparır, qaytarır. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, bu hal istehlakçı hüquqlarının pozulması sayılır. Qızıl zinət əşyaları, parfümer və kosmetika malları, şəxsi gigiyena əşyaları, oyuncaqlar, həmçinin iç geyimləri və qaytarılmayan məhsullar siyahısında olan əşyalar istisna olmaqla hər bir məhsul qaytarıla bilər. İstifadə olunmayıbsa, kassa çeki və ya malın hardan alındığını sübut edən sənəd olarsa, belə mallar 14 gün müddətində dəyişdirməyə mal olmasa qaytarıla bilər. Əgər malın qüsuru varsa, zavod qüsuru və ya fabrik qüsuru varsa, uzun müddətdə də həmin mallar dəyişdirilə və qaytarıla bilər. Nazirlər Kabinetinin 114 sayılı qərarında göstərilən mallar gigiyenik tələblərə həssas olan mallardır. Qalan malları isə əgər istehlakçının tələbinə uyğun deyilsə, onun fasonu, ölçüsü, istehlakçı onu aldığı yerə qaytara bilər. Müsahibimiz onu da bildirib ki, alıcının malı dəyişmək tələbi dərhal yerinə yetirilməli, zərurət olduqda onun keyfiyyəti müvafiq tələb verilən andan 14 gün müddətində yoxlanılmalı və ya tərəflər arasında razılaşdırılmış müddət ərzində dəyişdirilməlidir. Əks təqdirdə istehlakçı müvafiq qaydada şikayət edərək ona dəymiş zərərin ödənilməsini tələb edə bilər. Firuzə Məlikzadə, Vüsal Cəfərov, Xəbər Ertəsi.